Salam dəyərli izləyicilər, xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bugün imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verib. Daxili Xidmət General-Mayoru ali xüsusi rütbəsi verilən Daxili Xidmət Polkovniki Vaqif Tofiqoğlu İbrahimov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur. General-Mayor ali hərbi rütbəsi verilən polkovnik Fərhad Nərimanoğlu Səmədov isə FH-nin baş hərbi ekspertidir. O, daha əvvəl FH-nin mülki müdafiə işinin təşkili baş idarəsinin, mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb. General-Mayor olan polkovnik Seymur Talehoğlu Qaraşov isə Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisidir. O, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur. General-Leytenant ali hərbi rütbəsi verilən General-Mayor Adil Ələskəroğlu Abdullayev isə Fövqəladə Hallar Nazirinin müavinidir. O, nazir müavini olmazdan əvvəl FH-nin böhran vəziyyətlərində idarəetmə mərkəzinin rəhbəri vəzifəsində çalışıb.